hər birinizi salamlayır. Kəhrizli kəndinin igid oğlu, şəhidimiz Salmanov Tariyelin əziz xatirəsini əbədiləşdirən abidənin bulağın açılışına həsr olunmuş tədbirimizi açıq elan edirik. Azərbaycan xalqı hər zaman öz qəhrəman, mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir. Bütün şəhidlərimizin xatirəsini uca tutur. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət etsin. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Söz verilir məktəbimizin direktoru Xatirə müəlliməyə. Hörmətli tədbir iştirakçıları, müəllimlər, şagirdlər, hamınızı salamlayıram. Bugünkü tədbirə gəldiyiniz üçün hamınıza öz minnətdarlığımı bildirirəm. Bugün məktəbimizin əziz şagirdi, sevimli şagirdi Tariyel Salmanovun Xatirə bulağının açılışıdır. Bu bulağın təməlinin qoyulması ilə bağlı Tariyel həkimin sinif yoldaşlarına öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Siz ki, sinif yoldaşınızın xatirəsini belə yad edirsiniz. Onları məktəbi bitirməklərinin 25 ili bu il tamam olur. Ona görə də bu uşaqlar belə bir fikrə gəlmişlər ki, Tariyel həkimə bir xatirə bulağı inşa eləsinlər. Tariyel həkim haqqında çox söz danışmaq olar, yaxşı mənada. Tariyel həkim oxuduğu müddət ərzində bütün müəllim kollektivinin dərin hörmətini qazanmışıq. Öz nizam-intizamı, yaxşı oxuması ilə hamımızın hörmətini qazanıb, daimi də bizim qəlbimizdə yaşayır. Tariyel həkim evdən getmədi, eldən getdi. Allah Tariyel həkimə rəhmət eləsin, bütün şəhidlərimizin məkanı cənnət olsun, qazilərimizə can sağlığı versin. Biz onun xatirəsi, ümumiyyətlə bütün şəhidlərin əziz xatirəsi həmişə bizim yaddaşımızda qalacaqdır. Gələcək nəsillər də ümidvaram ki, bu şəhidləri həmişə yad eləyəcəklər. Çox sağ olun, minnətdarım. Sən bu torpağın oğlusan şəhid. Sən bu torpağa bağlısan şəhid. Ruhun qarşısında baş əyirik. Sən doğularkən olmuşsan şəhid. Kaş mənim də anamın dərdi şəhid anasının dərdi qədər olsun. Səfər Allahın, zəfər Azərbaycan ordusunun olsun. Milləti millət edən, ağır, çətin günlərində onun harayına, köməyinə yetən elə həmin millətin oğullarıdır.
sinəsində ürək əvəzinə vətən gəzdirən, torpağı uğrunda, haqq savaşımızda odun alovun içinə atılan qəhrəmanlarımızdan biri də Ağcabəddi rayon Kəhrizli kəndinin Ağcabəddi rayonunun Kəhrizli kəndində dünyaya göz açmış Salmanov Tariyel Allahverdi-oğludur. Söz verilir 9-cu sinif şagirdi Hafiziyə. Sorğusuz, sualsız cənnət gözləyir. Şəhadət şərbəti içən şəhidim. Borcdur ki, yad etsin gəlib gedənlər. Vətən üçün canından keçən şəhidi. Quranda ayə var, Allah sözüdür. Şəhidlər ölməyib, sağdır deyirlər. Bunu isbat etmək haqqın sözüdür. Allahın yanında ruzi yeyirlər. Siz vətən yolunda can qurban etdiniz. Canımız sizlərə qurban olsun. Sizin bulağınızdan içdiyimiz su bütün şəhidlərin ehsanı olsun. Sizin bulağınızdan içdiyimiz su bütün şəhidlərin ehsanı olsun. Salmanov Tariyel Allahverdi-oğlu 1988-ci il fevralın 7-sində Ağcabəddi rayonu Kəhrizli kəndində ziyalı ailəsində evin kiçik oğlu kimi dünyaya gəlib. Uşaq yaşlarından anasını itirən Tariyel qardaşları və atası ilə birgə yaşayıb. 1994-cü, 2005-ci illərdə Kəhrizli kənd orta məktəbində oxuyub. Tariyel orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olub. 2011-ci ildə universiteti müvəffəqiyyətlə bitirib. Tələbəlik illərində də daima idmanla məşğul olub. Müxtəlif idman növləri ilə maraqlanıb. Söz verilir şəhid atası Allahverdi müəllimə. Doğrusu, bugünkü tədbir məni çox təsirləndirdi. Mən Tariyelin sinif yoldaşlarına, dostlarına, qardaşlarına hamısına minnətdarlığımı bildirirəm. Çox sağ olun, Allah razı olsun. Tariyeli unutmadığınıza görə, daim xatırladığınıza görə həmişə hörmətli olasınız, əziz olasınız. Bugünkü tədbir mənim üçün həm də o demək oldu ki, Tariyel təkcə bizim ailənin övladı deyil, bütün kəndin övladıdır, bütün el-babanın övladıdır. Kiminin şagirdidir, kiminin balasıdır, kiminin dayısıdır, kiminin əmisidir, kiminin qardaşıdır, kiminin dostudur. Torpağını sevdiyinə görə, vətənini sevdiyinə görə mən məktəb kollektivinə, məktəbin müəllimlərinə, şagirdlərinə, tənqidçilərinə, bu mərasim iştirakçılarının hamısına minnətdarlığımı bildirirəm. Çox sağ olun, hörmətli olasınız, əziz olasınız. Allah sizdən razı olsun. Bir vaxt oxuduğun bu məktəb indi. Səninlə fəxr edir, ucalır Tariyel. Uğrunda getdiyin vətən sənindir. Bu vətən sizlərdən bacalır Tariyel. Mübariz hünərli, Polad Təkbətin, adın onlarla çəkilir indi. Səni sevəcəkdir hər an millətin. Bu torpaq, bu vətən elə sənindir. Səndən xatirədir müəllimlərinə. Səndən xatirədir müəllimlərinə. Hər sözün, söhbətin, cəhd davranışın. Onların sən yoxsan gəlmir dilinə. O isti, o qaynar, məsum baxışın. İndi şəhidliyin zirvəsindəsən. İndi ucalardan ucasan Tariyel. Sənlə qürur duyur müəllimlərin. Biz şagird, sən isə hocasan Tariyel. Hərdən gəl atanın yuxularına. Hərdən gəl atanın yuxularına. Təskinli söylə ki, denən ki sağam. Sadəcə çəkilib uca göylərə. Denən mən əbədi yaşayacağam. Denən ki şəhidlər ölmür ayata. Denən ki şəhidlər ölmür ayata. Sil gözün yaşını başın uca tut. Əbədi məşəllər sönmür ayata. Nə olar təsəlli ver, dərdini ovud. Bəlkə səsinlə təsəlli tapar. Səsin məlham ola yaralarına. Atanı heç zaman unutma Tariyel. Hərdən gəl atanın yuxularına. Hərdən gəl atanın yuxularına. Ata, evə gəlirəm. Bütün kəndə sal haray. Həyətin qapısını açıq saxla taybatay. Biraz da qaldır göyə divardakı bayrağı. Rəqsi vəcdə gətirsin
hər təpəni, hər dağı. Sən də biraz möhkəm ol. Qurban olum, qəm yemə. Amandır, amandır bu xəbəri anama birdən demə. De yıxılıb azatıq, əl ayağını düzür. Ona görə komandir uşağı evə yazır. Ya da de ki, darıxıb, bizim üçün darıxıb. O dözməz bu xəbəri kimsə qəfildən desə. Ona görə sən özün də necəsən. Salamatım. Bu da mən görüşmürdü yatandı. Kuzu balam dediyin indi bir qəhrəmandır. Xalqımız mərdliyimdən hələ çox danışacaq. Eşitdikcə kədərin sevincə qarışacaq. İndi isə son dəfə qucaqlaşaq, gedirəm. Qulağıma pıçılda səninlə fəxr edirəm. Haqqını halal elə. Hər şey üçün çox sağ ol. Səhhətinə fikir ver, öndən muayət ol. Əlvida bütün evin yükünü çəkən adam. Bir oğul tabutuna gücü yetməyən adam. Bir oğul tabutuna gücü yetməyən adam. Valla mən bugünkü burada bu tədbirə yığışan bütün iştirakçılarının üçün salamlayıram. Çox danışmaq olar. Amma hamı danışdı. Mən də yenə iki kəlmə. Birinci növbədə müəllim kollektivinə. İkinci növbədə bax bu duran bu cavan oğlanlara. Bunlara böyük minnətdarlığımı bildirirəm. Hamısına çox sağ ol deyirəm ki, çox sağ olun ki bu tədbiri keçirdiniz, bu işi gördünüz. Bu sizdən sonra olan cavanların hamısına bir örnəkdir. Ona görə də çox danışmayacağım. Allah rəhmət etsin. Tarihi rəhmətli haqqında o qədər danışmaq olar ki, ona nə qədər danışdan azdır. Amma bu gün də bizi sadəcə olaraq Allah ona rəhmət eləsin, onunla bərabər bütün şəhidlərimizə rəhmət eləsin. Yəni təzədən məsələn mən Allah verdi, mən nələr deyib tayda onu başqa dadlardan nətər deyim, daha doğrusu onu istəmirəm ki, o təzədən məsələn dedikcə ona da təsir eləyir falan, amma təsir odur ki, yəni heç kəs istəməz ki, evladı lap müharibədə də olsa, falan da olsa, şəhid olsun. Müharibəyə istəyərlər, amma şəhid olmasını istəmir. Amma təbii haldır, müharibənin gedişi, müharibənin adı budur ki, şəhid olmalıdır, falan da olmalıdır. Bir daha buna mən Allahdan rəhmət diləyirəm. Allah buna qəni rəhmət eləsin. Mən bir dəfə elə deyimi, yaşasını deyim ki, kaş mən o axırıncı dəfələr onunla yoldaşlıq eləməmişdim. Yəni yoldaşlığını oturtdum onu, axırdan axır ona düşdü atdım. Heç kaş onu elə bileydim. Onların valideynlərinə səbir versin. Bugün mənim üçün danışmaq həm çətin, həm də şərəflidir. Çətindir ona görə ki, tarih bizim aramızda yoxdur. İstəyərdik ki, o bizim sıralarımızda olsun bugün. Şərəfli də ona görə ki, Tariyel kimi bir oğul Azərbaycanın torpaqlarının azadlığı uğrunda, suverenliyimiz uğrunda müharibədə öz canını, qanını qurban veribdi. İnanın ki, mən gəlişi gözəl sözlər üçün demirəm, onu Tariyelə dərsləyan müəllimlər, sonra sinif yoldaşları da təsdiqləyər ki, Tariyel həqiqətən igid oğul idi. Həm qürurlu idi, həm savadlı idi. Həm mədəni idi, tərbiyəli idi, hər tərəfli bir şagird idi, inanın. Onun haqqında nə qədər danışsaq da bütün sözlər, gözəl sözlər ona yaraşır. Və xırda bir nüansı demək istəyirəm ki, bir dəfə o sinifə girəndə mən gördüm ki, xəstələnibdi. Ona nə qədər təkid elədim ki, dur ged evə də, xəstəsən. Dedi, yox müəllim, mən dərsə qulaq asmaq istəyirəm. Doğrudan da o otlu dərsə qulaq asdı. İndi mən istəyərdim ki, gələcək nəsillər tarih haqqında kitablar yazsın, əsərlər yazsın. 2020-ci ilin yayında Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində mənfur düşmən tərəfindən başladılan döyüşlər zamanı Tariyel həkim könüllü olaraq ordu sıralarına yazıldı və cəbhəyə getməyə tələsir. Lakin həmin ərəfədə döyüşlər tez dayandığından onu cəbhəyə aparmırlar.
2 ay sonra sentyabrın 29-da isə o qismən səfərbərliklə 2-ci Qarabağ döyüşlərinə çağırılır və elə həmin gün tibb xidməti leytenantı kimi ordu sıralarına qoşulur. Onun döyüş yoldaşları bu gündə qəhrəman həkimin qorxmazlığı, sücayəti, mərdliyindən fəxarətlə danışır, onu dəfələrlə ən qaynar nöqtələrə, ən çətin mövqelərə getdiyini vurğulayırdılar. Söz verilir 6-cı sinif şagirdi İsmaila. Qan sısan yarandan öpürəm şəhid. Öpürəm boş qalan çəkmələrindən. Öpürəm savaşda tabloya dönən o məğrur duruşlu əsərlərindən. Önündə diz söküb baş əyirik biz. Can verib, can verdin daşa torpağa. İndi ürəklərdir sənin vətənin. Döndü könüllərdə enməz bayrağa. Bizə haqqınızı helal eyləyin. Sizlərin hər addımı vətəndir. 2783 şəhid. Yüzlərlə qəhrəman qazi vətəndir. Qəhrəman həkimimiz oktyabrın 7-sindən 8-nə keçən gecə şiddətli döyüşlər zamanı yaralı əsgərlərimizə kömək üçün yenidən irəli atılır. Xeyli sayda yaralılara ilkin tibbi yardım göstərir. Lakin təəssüf ki, mənfur düşmənin atdığı minamyot atəşi nəticəsində özü də qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Tariyel Salmanov şəhadətindən sonra vətən uğrunda və Cəbrailin azad olunmasına görə medalları ilə təltif olunur. Ailəli olan həkim leytenant Ləman adlı bir qız övladı da var. Onun qızı ilə bağlı arzuları, diləkləri, xəyalları sonsuz idi. O, Ləman həkim deyə çağırdığı qızını gələcəkdə öz assistenti kimi görmək istəyirdi. Təəssüf ki, bu xəyalı gerçəkləşmədi. Əvəzinə Tariyel həkim öz qızına ən böyük, ən qürurlu adı qoyub getdi bu həyatda. Söz verilir 6-cı sinif şagirdi Yaquta. O yaralı xəstəyə sən qaçırdın köməyə. Əskər ölməsin deyə canını verdin həkim. Ağlar qoydun Ləmanı, 3 yaşlı gül balanı. Qorudun el-obanı, canını verdin həkim. Sən həyat verən idin, xilas etmək məqsədin. Şəhid oldun, ölmədin, canını verdin həkim. Bax, şəhidlik belə bir zirvədir. Şəhid olmağı özünə şərəf bilən, hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimizin bu müqəddəs amal uğrunda şəhid olursa, bu xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz, şəhid qan axmayan torpaqdan vətən olmaz. Söz verilir 6-cı sinif şagirdi İlhama. Bugün şəhadətə yüksəlmişəm mən. Tək bölünməsin qoyana vətən. Ruhum sizinlədir köçübdür bədən. Qoymadım düşməni girsin yurduma. Fəxr elə oğlunla, ağlama ata. Şəhidlik ən uca zirvədir inan. Bunu təsdiq edir müqəddəs Quran. Mənəm o el çatan zirvədə duran. Cənnəti bəxş edib Rəbbim quluna. Fəxr elə oğlunla, ağlama ata. Vətəni canımdan üstün bilmişəm. Xalqın tərəfindən mən sevilmişəm. Türkəm, bir ölmüşəm, min dirilmişəm. Qəhrəman deyirlər sənin oğluna. Fəxr elə oğlunla, ağlama ata. Fəxr elə oğlunla, ağlama ata. 2020-ci il 44 gün davam edən vətən müharibəsi, 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Bu zəfər tariximizdə qızıl hərflərlə yazıldı. Şəhidlərimizin qanı yerdə qalmadı. Qisas alındı. Bugün Ağcabədi sakinləri Tariyel də içində olmaqla öz qəhrəman şəhidləri haqqında qürurla bəhs edir. Onların xatirəsini əbədi qəlblərdə yaşadırlar. Eyni zamanda bu torpaqlar uğrunda canlı düşmənə fəda edən, körpələrin yaşaması üçün öz körpələrini atasız qoyan şəhidlərimizin, bütün xalqın, eləcə də bütün dünyanın tanıması, bu qəhrəmanların gələcək nəsillərə ötürülməsi üçün hər kəs öz sahəsində əlindən gələn hər şeyi edir. Söz verilir 2-ci sinif şagirdi Zəhraya. Bu vətən, bu torpaq mənimdir deyib. Üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qanundan bir köynək geyib. Düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənimiz düşməsin dara. Baxmayın soyuğa, borana, qara. Cavab vermək üçün
şəhidlər. Arzusu göylərə yerə sığmaya, kürə sığmaya, araza sığmaya, nağıla sığmaya, dastana sığmaya. Ən ali müqəddəs sözdür şəhidlər. Torpaq götürməsin bu qanı qardaş. Gözləriniz yoxdur torpaq tökülə, telləriniz yoxdur sığal çəkilə, cəsədiniz yoxdur kəfən bükülə. Biz necə oxşayırıq yarana qardaş. Torpaq götürməsin bu qanı qardaş. Torpaq götürməsin bu qanı qardaş. İndi Azərbaycan xalqı Tariyel həkimi və onun kimi igid, vətənpərvər, mərd oğullarımızın sayəsində ciyər dolusu nəfəs alır. O torpaqlar məhz onların sayəsində çiçəklənir. Əlbəttə şəhidlərimizin xatirəsi, itkinlərimizin ağrısı qəlbimizin ən sağalmaz yarasıdır və bu yaranı heç bir həkim müalicə edə bilməyəcək. Söz verilir 9-cu sinif şagirdi Lamiyyə. Dinlə məni, düşün biraz. Minlərin son nəfəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an. Keçsə də çox uzun zaman düşməni dilədən ama o ordunun mərd kəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruşun. Məni bilənlərdən soruşun. O cəsarətli, o mərd duruş. Kimsə tez unudulmuş. O hərbin xatirəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Mən yetim qalan uşağım. Mən yetim qalan uşağım. Mən odu sönmüş ocağım. Mən namusu Qarabağım. Şah babamın nəvəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Hörmətli tədbir iştirakçılarım, bugün bu tədbirdə əməyi keçən, iştirak edən hər bir kəsə özlərinin təşəkkürümüzü bildiririk. Tariyel həkim haqqında danışmaq həqiqətən hamı üçün həm şərəflidir, həm də ağırdır. Mən Tariyel həkimi çox qısa bir müddət ərzində tanıdım. Demək olar ki, ölümündən hardasa 3-4 ay əvvəl. Onun ölümü inanırsan ki, elə bir travma verdi ki, mən hələ də təsəvvür edə bilmirəm ki, mən nə vaxtsa vaxt gələcək Tariyel həkimin anım günündə belə bir çıxış eləyəcəm. Həqiqətən Tariyel həkim öz bu hörmətini, bu sevgisini sağlığında qazanmışdı. O həkim şəhidliklə yox, sağlığında bu hörməti qazanmışdı. Hər dəfə Tariyel həkim haqqında danışanda hər kəsin gözü dolur. Hər kəs inanırsan ki, qəm dəryasına qərq olur. Tariyel həkim bizim üçün, bütün şəhidlərimiz də həmçinin bizim üçün əzizdir. Onlar bizim üçün unudulmazdır. Nələri eləsək, nələr yaratsaq da onların haqlarını ödəyə bilmərik. Haqlarını halal eləsinlər. Onların ruhu qarşısında baş əyirik. Qazilərimizə can sağlığı diləyik. Allah verdi müəllim, çox sağ olun bugünkü tədbirimizdə iştirak elədiyiniz üçün. Baş əyirik qarşınızda belə bir oğul böyütdüyünüz üçün. Hamımızın borcudur. Allah da qazilərimizə can sağlığı versin. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin. Hörmətli tədbir iştirakçıları, indi də xulağımızın açılışına başlayaq. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Nur içində yatsın qardaşımız. Bizim məktəbə bulaq lazım idi, həqiqətən də. Elə ehsan bulaq olmağı daha gözəl oldu, şəhidimizin adını daşımağı. Dünən gecə düşmən növbəti dəfə atəşkəsi pozub. Silahlı qüvvələrimizin əks hücumu nəticəsində bir neçə ərazi işğaldan azad edildi.
uşaqlara. Yerim güzeldir, zeki yalvarma. Canım, canım sevgilim, bağışla beni, seni koydum. Vatan, vatan sağ olsun. Çok dinleyeceğim senin Azerbaycan'ı.